Bəzən mələklər baxır insanlara, belə gülür. Bidatçandır. Deyir, insan günah eləmək istəyir. Baxır sağa görə heç kəs baxmır, baxır sola görə heç kəs baxmır. Heç kəs yoxdur axı. Heç kəs yoxdur otaqda, heç kəs baxmır. Sağa baxır heç kəs yox, sola baxır heç kəs yox. Günah eləyir, mələklər gülür. Deyir ki, orada heç kəs yoxdur, bu tərəfdə heç kəs yoxdur, xatircəm oldun, rahatlaşdın, sağda heç kəs yox, solda heç kəs yox. Bəs Allah da yoxdur orada. Bütün aləmin sahibi ki, buradadır. Niyə ondan qorxmursan biz? Bu nə haldır səndə? Yaxşı. Deməli, bu məarif, qiyamət mövzuları haqqında düşün söz, inşallah, kömək edəcək nəfslə mübarizəyə. Və eyni zamanda ibadət proqramının olması. İnsanın mənəvi proqramları olmalıdır, qardaşlarım, bacılarım. Özünüzə vaxt ayırın.